Geriyə baxanda Günay Firudin qızı ilə. Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi salamlayırıq. Geriyə baxanda efirdədir və bugün çox fərqli bir qonağım var. Qonağım Magen David, Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin sədri, Qafqaz Yəhudiləri Ümumi-İsrail Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri, hüquq müdafiəçisi David Sliverstovdur. Xoş gəldiniz. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Siz də xoş gördük. Tamaşaçılarımızı da salamlayıram. Yeni sezonda hər zamanki kimi uzun illərdir ki, geriyə baxanda veriliş efirdədir və yeni sezonda da yeni uğurlar arzu edirəm sizə. Çox sağ olun, təşəkkür edirik. Siz Magen David, Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin sədrisiniz. Magen nə deməkdir? Mən araşdırma apararkən baxdım ki, digər ölkələrdə də var, Amerikada, digər xarici ölkələrdə də var bu qurum. Bu beynəlxalq dərəcə qurumdur. Azərbaycanda da fəaliyyət göstərir. Magen David əslində Davud Peyğəmbərin qalxanı deməkdir. Magen Davidin çox böyük fəlsəfəsi var. Qalxan insanları qoruyandır. İnsanları təhlükədən qoruyan David ulduzudur. Və təbii ki, Magen Davidin bir mənalı tərcüməsi David Peyğəmbərin qalxanı deməkdir. Neçə ölkədə var? Məsələn, Azərbaycanda nə qədər vaxtı fəaliyyət göstərir? Azərbaycanda 21-ci ildə avqustun 16-sı bizim hörmətli Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentarası İşçi qrupunun rəhbəri Anatoli Rafailov tərəfindən təşəbbüs göstərilib və onun tərəfindən yaradılmışdır. Artıq 4 ilə yaxındır ki, biz fəaliyyət göstəririk. İstiqamətimiz Yahudi milli irsinin qorunmasıdır. Təbii ki, Quba-Qusar zonasının şəhid ailələrinə dəstək olmaqdır. Eyni zamanda sosial problemlərin həlli barədə bir sıra aspektlərdə yanaşmalarımız var. Tədbirlərin, əhəmiyyətli tədbirlərin, dövlət üçün, millət üçün, xalq üçün əhəmiyyətli tədbirlərin keçirilməsində fəal iştirak etmək. Qubada mı keçirilir bu tədbirlər? Yox, o Qubada da keçirilir, Qusarda da keçirilir, Bakı şəhərinin mərkəzində də keçirilir. Misal üçün, bu yaxınlarda milli qəhrəman, Azərbaycanın milli qəhrəmanı Albert Aqaronovun 56-cı il dönümü ilə bağlı tədbir keçirildi, çox mötəbər bir tədbir keçirildi. Təbii ki, onun simasında bütün şəhidlərimizin qarşısında baş əyirəm, onların şücaəti nəticəsində biz həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci 44 günlük vətən müharibəsində şəhidlərimizi itirmədik, əslində qazandıq. Onun qorumaq bizim milli kimliyimizdir. Və bugünkü gündə bu ərəfədə, bu 8 noyabr Zəfər günü ilə əlaqədar bir sıra tədbirlərimiz var və onunla bağlı da hal-hazırda bizim təşkilata hazırlıq işləri gedir. Maraqlıdır ki, məsələn, 44 günlük müharibədə Yahudilərdən iştirak edənlər var idi, məsələn, Qubada yaşayanlardan? Təbii ki. Hətta 44 günlük müharibədə Azərbaycan vətəndaşı olan, amma həmin anda dünyanın bir çox nöqtələrində olan İsraildə, Amerikada, eyni zamanda Rusiya Federasiyasında olan Azərbaycan vətəndaşları ölkəsinə qayıtmış və könüllü olaraq bir sıra hərbi komissarlıqlara müraciət etmişdilər və cəbhəyə getmək istəyirdilər. Çünki bu vətən hamımızın vətənidir, bu torpaq hamımızın vətənidir. Bir ara biz hamımız qərbi Azərbaycanın miskili ilə yaşamışıq, amma Qarabağ mübarizəsini aparmışıq. Hamımız Qarabağlıydıq, amma artıq Qarabağ azaddır. Bizim Ali Baş Komandanın sayəsində, bizim rəşadətli ordu sayəsində, bizim
şəhidlərimizin qanı bahasına, qazilərimizin səhhətinə təsir elədiyi bir halda bu günləri Qarabağ azaddır və artıq istiqamətimiz Qərbi Azərbaycandır və bu günlərdə yəhudilər özlərinin demək olar əksəriyyəti Qərbi Azərbaycanlı hesab edir. Siz hüquq müdafiəçisisiniz və maraqlıdır ki, insanların ən çox bununla bağlı nəyə ehtiyacı var? Hansı aspektdən daha çox yardıma ehtiyacları var? Ümumiyyətcə, hüquq müdafiəçisi anlayışı susmuş vicdanın və ədalətin bərpası deməkdir. İnsanların bəzi məqamlarda öz hüquqlarını qoruya bilməyəndə, Bəli. təbii ki, bizim vicdanımız deyir ki, həmin şəxsin hüquqlarını qorumaq lazımdır. Əgər o, təbii ki, hüquqlar qanun çərçivəsində tənzimlənir və hüquq müdafiəçisi susmuş vicdanı silahlandırmaq üçün danışmalıdır. Əslində, hüquqları qorumaqla biz milli ləyaqətimizi qoruyuruq. Yalnız yəhudilərin mi hüquqlarını müdafiə edirsiniz, yoxsa millət fərqi yoxdur? Yəni müraciət olunan insanlara dəstək olur? Əslində, Azərbaycan multikultural ölkədir. Azərbaycan etnik mozaikaya qərb olunan bir ölkədir. Yəni, xalçanın hər naxışı gözəldir. Bizim də Azərbaycanımızın çox fərqli millətlər yaşayır və hamımız Azərbaycanlıyıq. Ona görə də hüquq bərabərdir. Konstitusiyamız millətinə, irqindən, irsindən asılı olmayaraq yazılmışdır. Və bu səbəbdən də hər bir vətəndaş, hətta vətəndaşlığı olmayan şəxs bizə müraciət edə bilər. Yəni bu digər ölkələrdə necə tənzimlənir bəs? Digər ölkələrdə də eyni qaydada tənzimlənir. Ona görə də beynəlxalq hüquq normaları və prinsipləri eyni zamanda Azərbaycanda da işləyir. Və təbii ki, bizim də işimiz bütün insanların hüquqlarını qorumaqdır. Biz bilirik ki, Qırmızı qəsəbə ümumiyyətlə dünyada yəhudilərin kompakt vəziyyətdə yaşadıkları yeganə bir yerdir Qubada və həmişə ora mənim üçün maraqlı olub, amma ora sanki fərqli bir yerdir. Yəni orada olan insanların həyatı mənə hər zaman maraqlı olub, amma çox qəribədir ki, Qubada yaşayan insanlardan belə o haqda soruşanda onlar belə geniş məlumat bilmirlər. Hansı statusu sizə verir? Məsələn, yəhudilərin məhz Qubada, Qırmızı qəsəbədə belə kompakt vəziyyətdə illərdir məskunlaşması. Qırmızı qəsəbə, Qubanın Qırmızı qəsəbəsi əslində unikal yerlərdən biridir. Bu sadəcə coğrafi anlayışdan ibarət deyil. Bu milli mənəvi köklərə bağlıdır və bugünkü gündə biz öncədən tolerantlıq barədə danışdıq. Bu günləri bir multikulturalizm və tolerantlıq vəhdətin təşkilidir Qırmızı qəsəbə. Kompakt yaşadığı artıq min illərlə yaşadığı bir qəsəbədə Yahudi millətinə mənsub olan şəxslərin kompakt yaşadığı yerdə hər zaman Azərbaycanın milli ədət-ənənələri də dəyərləndirilib, milli koloriti də dəyərləndirilib, musiqiləri də dəyərləndirilib. Yahudilər orada özlərini kənarlaşdırmış hiss etməyiblər heç zaman. Siz özünüz orada mı doğulmusunuz? Yox, mən Bakıda doğulmuşam. Bəli, Bakı Azərbaycanın paytaxtında doğulmuşam. Amma hər zaman mənim əcdadlarım Qırmızı qəsəbə ilə bağlı öz xatirələrini bölüşüblər. Təbii ki, mənim qohumlarım da var, hal-hazırda orada yaşayanlar. Və Qırmızı qəsəbə dünyada unikal yerlərdən biridir ki, bu günləri multikulturalın qarmoniyasını təsdiq edən bir yerdir. Və orada həm məscid var, həm sinagog var. Orada həm curi dilində danışırlar, dağ yəhudilərinin dilində, eyni zamanda
rus dilində də danışırlar, eyni zamanda Azərbaycan dilində də danışırlar və sərbəst danışırlar və bütün koloriti həm Yahudi xalqına mənsub olan koloriti, həm də Azərbaycan xalqına mənsub olan koloriti bir vəhdət yaradıb, onu daşıya bilirlər. Ənənələrə nəzər salsaq və min illərdir orada yaşayırlar. Məsələn, Azərbaycanla hansı mədəniyyət mübadiləsi olubdu, maraqlıdır? Əslində, tarixi faktlar göstərir ki, Azərbaycan ərazisi Xazar Qaqanatından gəlib keçib və fəlsəfə də bir nümunəsi var, ağac fəlsəfəsi var. Ağac kökdən yaranır, kök olmasa inkişaf olmaz və bu günləri Yahudilər, Qırmızı qəsəbədə yaşayan, ümumiyyətlə özünü Azərbaycan xalqına mənsub hesab edən hər bir Yahudi, təbii ki, o ədət ənənələri daşımış olurlar öz evlərinə. Musiqi ruhun səsidir. Geyimlər milliyyətin koloritidir. Və siz qədim bizim fotolara baxsaz, görərsiniz ki, orada həm Qırmızı qəsəbənin özündə də bizim nəsillər, böyük nəsillər, əvəcdadlarımız hamısı milli geyimləri məhz Qafqaz geyimlərinə, yəni Qafqaz milli geyimlərində, libaslarında xanımlarımız gəziblər və o ənənələri yaşadırıq, qoruyuruq. Təbii ki, bu bizim üçün çox vacibdir. Çünki kök olmasa, yenə də deyirəm, inkişaf olmaz. Ədalət yoxsa mərhəmət, hansı sizin üçün üstünlük təşkil edir? Ədalət yoxsa mərhəmət. Əslində hər ikisi, onlar bir vəhdət təşkil edir. Ədalət kainatın bir nömrəli qanunudur. Mərhəmət isə insana daşıyacaq vicdanın səsidir. Əgər ədalət və mərhəmət bir yerdə olmasa, dünyanın tarazlığı pozula bilər. Həm daxili münasibətlərdə, həm xalqlar arasında münasibətlərdə, həm siyasi arenalarda ədalət və mərhəmət bir yerdə olmalıdır. Amma hüquq maraqlıdır ki, mərhəməti sevirmi? Hüququn bütün aspektlərində və demək olar ki, bütün qanuni aktlarda biz görürük ki, hüquq birbaşa faktlara əsaslanaraq göstərilir. Amma hər hansı bir qərar və hökm veriləndə hakimə daxili inam və humanizm hissini unutmamağı tövsiyə edir. Hüquq da mərhəmətsiz və humanizmsiz yaşaya bilməz. Bu səbəbdən də hesab edirəm, onlar hər ikisi insan üçün vacib amillərdir. Sizcə insanın əsl böyüklüyü nədən ibarətdir? Yəni, nəyə əsasən düşünürsünüz ki, bu insan əsl böyük bir şəxsiyyətdir? Yəni, varmı belə sizin düşüncənizdə belə bir... Təbii ki, əsl böyük insan öz adı və titullarından övünməməlidir. Əsl böyük insan özünü ətrafdakı insanlara ehtiyacı olan, sənə ehtiyacı olan şəxslərlə paylaşmağı bacarmalıdır. Bir kəs ki, özünü böyük hesab edirsə, tək talih yüklü daşımağını yox, eyni zamanda digər şəxslərlə onların yükünü də paylaşmağı bacaran insan mənim üçün böyük insan hesab olunur. Bu səbəbdən də mən fikirləşirəm ki, dahi böyük insanlar bizim tariximizdə var. Bəzən insanlar var ki, tarixdə yaddaşda qalır. Bəzən də insanlar var ki, tarixi özü yazır. Məsələ, ulu öndərimizi nəzərə alsaq, tarixi yazan şəxsiyyətlərdən olub və milliyyətimizin ən ağır günündə, xalqın ən
problemli günlərində millətin yükünü daşıya bilən bir insan idi və ona görə də biz bugün ona dahi və böyük insan deməyə həm cəsarətimiz çatır, həm də hüquqi faktlar onu deyir. Bu səbəbdən də böyük insan güclü olmalıdır və insanların yükünü paylaşmalıdır. Sosial şəbəkələrdə tez-tez yazılarınızı müşahidə etmək olur, yəni yazılarınızı oxumaq mümkündür. Müxtəlif aspektlərdə, siyasi, həyati, fəlsəfi, yəni əslində maraqlıdır ki, bu yazıları yazmağınızda gün ərzində birinci dəfə paylaşmağınızın məqsədi nədir? Yəni çox maraqlıdır. İlk növbədə məqsəd, biz sosial şəbəkədə çox vaxtı sosial problemlər, negativ halların paylaşmalarını görürük və cəmiyyətin müşahidələrim onu göstərir ki, cəmiyyətin daxili aqressivliyi yaranır bu paylaşımlara, bu sosial verilişlərə və s. Bunun üçün də biz tək mən yox, ümumiyyətlə hamımız dövlətimizi, vətənimizi, xalqımızı sevən şəxslər daha siyasi aspektdən düzgün, daha fəlsəfəyə yaxın. Çünki siz bilirsiniz, elm bizə deyir ki, sual verir necədir, ona cavab verir. Fəlsəfə isə bizə nə üçün baş verdiyinə cavab verir. Misal üçün, əhərləri elm bizə deyir, günəş nəyə görə çıxır və onun səbəblərini bizə bildirir. Fəlsəfə isə bizə günəş nəyə görə çıxır və insanın nə xeyri var, yəni onun kökünə getməyə imkan verir. Bu səbəbdən də biz insanlara sosial şəbəkəni istifadə edən, aktiv olan şəxslərə belə bir mövzular təqdim etməliyik ki, onların həyatına sirayət etsin, onların düşüncələrində inqilab etsin. Təsir göstərirmi? Məsələn, hansına daha çox tələbat var? Yəni orada baxış sayı göstərilir. Mən düşünürəm ki, bir nəfərə təsir göstərirsə, mənim paylaşımım, artıq mən nəsə etmiş olurum. Və sayından asılı olmayaraq, əgər bir gənc nəslin nümayəndəsi və yaxud da mənim yaşımda olan bir şəxs, mənim paylaşımımda bir söz ona həssaslıq gətirə bilərsə, ruhuna toxuna bilərsə və o paylaşımda özünü görüb dəyişə bilərsə, nə xoş mənə. Geriyə baxanda Günay Firudin qızı ilə. Geriyə baxanda Günay Firudin qızı ilə. Həyatınızın bu dönəmini necə yaşayırsınız? Maraqlıdır. Həyatım bu dönəmi əslində mən çalışıram ki, hal-hazırda sağlam qidalanım. Çünki qida vacib amillərdəndir və insan sağlam qidalanmalıdır. Çünki bir sıra, siz bilirsiniz ki, müasir dövrdə bir sıra çox ağır xəstəliklər var və əksəriyyəti də deyilir ki, ya stressdəndir, ya qidadandır. Ona görə də qidalarımıza fikir verməliyik. Təbii ki, açıq havada, daha çox dəniz kənarında gəzməliyik. Mən onu sadəcə olaraq bir tövsiyə edirəm. Çünki hal-hazırda mənim vaxtım yoxdur. Mən vaxt ayıra bilmirəm idman üçün. Amma çalışıram alternativ kardio proqramlardan, gəzməkdən istifadə edeyim və sağlam qidalanım. Digər vaxtlarda isə daha çox üstünlüyü verirəm maariflənməyə. Çünki biz nə qədər bilsək də, nə qədər öyrənsək də hər şeyi bilə bilmərik və mütaliə eləmək, daima inkişaf eləmək. Mənə elə gəlir ki, bu ən vacib amillərdən biridir insan üçün. Maraqlıdır ki, yəni hüquqla mı bağlı oxuyursunuz, yoxsa bədii? Təbii ki, hüquq dəyişir. Hüquq dəyişir. Mütəmadi olaraq yeni qanunlar qəbul olunur. Eyni zamanda Milli Məclisdə də
yeni qanunlar qəbul olunur, yeni dəyişikliklər olur, həm Cinayət Prosessual Məcəlləsində, həm Mülki Məcəllədə, həm Ailə Məcəllədə və digər qanuni aktlarda. Ona görə də biz bunların hamısını mütəmadi olaraq təkrarlamalıyıq, bilməliyik və hüququ hər hansı bir dəyişiklik, hər hansı bir qanun dəyişikliyi təbii ki, biz bilməliyik ki, vaxtında qanuna müvafiq olaraq reaksiya verə bilək. Mən tez bunu eşidirəm ki, insanlar öz hüquqlarını bilmirlər. Yəni insanlar bixəbərdirlər bir çox hüquqlarının olduğundan. Yəni içimən qarşı, nəsə mənə maraqlı, yəni bunu düzdür, əslində bəlkə də düz deyil mən aparıcı olaraq bunu etiraf eləməyim, amma nə edək ki, çoxluq beləyik də, yəni hüquqlarımızla bağlı geniş məlumata sahib deyilik. Ən çox nədən, yəni nə ilə bağlı insanlar maariflənməlidir? Nəyə çox ehtiyacı var? Yəni o kitabı götürüb oxumaq mı lazımdır, yoxsa necə maariflənə bilərik? Ümumiyyətcə, mən düşünürəm ki, hüququ bilməmək ayıb deyil. Çünki hər kəsin öz sahəsi var. Həkimin həkim sahəsi var, aparıcının aparıcı sahəsi var və s. və ilaxır. Amma bazı hüquqları bilmək, Konstitusiya bizim ana hüququmuzdur, ana yasağımızdır. Onu bilmək, mənə elə gəlir ki, hər bir vətəndaş üçün faydalı ola bilər. Amma həm hüquq sahəsində fəaliyyət göstərən şəxslər, eyni zamanda vəkillər kollegiyası və vəkillər bu günləri ona görə lazımdır ki, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərsinlər. Və hətta insan bəzən özü-özünü müdafiə etmək istəyir. Onu mən həmişə bənzədirəm, özü-özünü müalicə etməyə bənzədirəm. Yəni, əgər bir insanın ağrısı varsa, təbii ki, biz həkimə müraciət edirik. Əgər bir insanın hüquqi problemi varsa, təbii ki, biz peşəkara müraciət etməliyik. Və bu səbəbdən də düşünürəm ki, Konstitusiyamızı bilmək və Konstitusiyada Azərbaycan vətəndaşının hüquqları təsbit olunub. O kifayət edir ki, vətəndaş bilsin ki, onun güclü dövləti var, hüquqi dövlətdə yaşayırıq və hər bir şey hüquqla tənzimlənir. Ağıllı insanların ən böyük səhvi nədir sizcə? Ağıllı insanların ən böyük səhvi mürəkkəbliyə getməkdir. Məncə, sadə bir şeylərdə daha çox şey tapmaq olur. Lütfüzadə nəzəriyyəsi bu günləri inqilab edib. Halbuki ağıllı insanlar onu qəbul etmirdilər. Amma bu günləri süni intellektin yaradılması, Tesla maşınların, nəqliyyat vasitələrin inkişafı, mütərəqqi hamısı Lütfuzadənin nəzəriyyəsi ilə. Ona görə də bəzən ağıllı insan mürəkkəblikdə yox, hələ sadə bir məsələlərdə həqiqəti axtarmalıdır. Çünki həqiqət sadəlikdədir, həqiqət bizim gözümüzün önündədir, təbiət onu bizə göstərir. Sadəcə olaraq təbiətlə insanın ruhu vəhdət təşkil etməlidir. Çünki bütün müqəddəs kitablarda da qeyd olunur ki, Tanrımız bizə deyir ki, mən sizi gildən və palçıqdan yaratdım. Bu səbəbdən də biz təbiətdən ayrılmamalıyıq və mürəkkəb anlayışı o demək deyil ki, yəni yeni, indi bilirsiniz ki, 5-ci nəsildir, indi yeni mütərəqqilərdir, yeni transformasiyalardır. Amma onları təbii ki, bilmək, onları inkişaf elətdirmək gözəldir. Amma daxildən sadə bir nəzəriyyələr bizi gətirib o mütərəqqiyə çatdırır.
Çox mühafizəçi bir görkəminiz var, amma elə bilirəm ki, çox ruh insanısınız. Eləmi? Mühafizəçi görkəmi mənim həm peşəmlə bağlıdır, həm daxili mənəviyyatımla bağlıdır. Eyni zamanda da evdə alınan tərbiyə ilə bağlıdır. Amma ruh mənə elə gəlir ki, hər bir insanın ruhu, qəlbi zəngin olmalıdır. Çünki məhz ruh insanı qidalandırır. Məhz ruhu olmayan insan ola bilməz. Və hətta biz dünyadan köçəndə əbədiyyatda qalan ruhumuzdur və mühafizəkar görünüşümüz artıq qocalır, sonra dəfn olunur, sonra həyatda xatirələr qalır və yaşanan bir ruh qalır. Bu səbəbdən də insan necə görsənməyindən asılı olmayaraq, onun daxili ruhu zəngin olmalıdır. Amma çox hədəfləri olan bir insansınız məncə. Məsələn, qarşınızda nə hədəfləriniz var ki, yəni zamanınız varkən onlara ulaşmaq istəyirsiniz, nail olmaq istəyirsiniz? Hədəf, mən ümumiyyətcə düşünürəm ki, insan həyata gələrkən artıq o bir hədəf üçün gəlir, bir missiya üçün gəlir. Tanrı onu elə-belə bu dünyaya gətirmir. Və bu səbəbdən də hər bir insanın məqsədi, məramı, hədəfi olmalıdır. Bəzən insanlar hədəfsiz, məramsız, sadəcə bir yaşamaqla ona yaşamaq demək olmur. Vaxtı itirmək deməkdir. Tanrı bizə bir müəyyən müddət bir vaxt verir. Bu da qismətdir. Qismət haçan, nə vaxt, nə zaman bu dünyadan köçəcəksən bilmirsən. Ona görə də insan tələsməlidir yaşamağa, tələsməlidir yaxşılıq eləməyə. Mənim də hədəflərimdən biri odur ki, gələcəkdə də öz dövlətimə, xalqıma, millətimə başucu olum qarşısında, eyni zamanda da hansısa bir fayda gətirə bilim və özümə hesabat verərkən bir vicdan məhkəməsinin qarşısında biz həm hakimi, eyni zamanda da müttəhimi və özümün qarşısında duranda daxilimdə olan hakim mənim müttəhim hissəsinə bəraət verə bilsin. David bəy, deməli bizdə belə bir fikir var ki, ümumiyyətlə çox adamdan belə eşidirəm ki, ümumiyyətlə hər şeyi qismətə bağlayırıq da. Nəsə baş verirsə həyatımızda deyirik ki, bu belə yazılmışdı, belə də oldu. Nə dərəcədə bununla razılaşırsınız? Yəni insan öz taleyinə təsir etmək gücü varmı? Maraqlıdır sizin fikriniz. Əslində dini alimlərimiz deyir ki, təsir etmək gücündəyik. Mən isə düşünürəm ki, və həyatda bir neçə dənə faktlar gətirə bilərəm ki, taleyin və qədərin bizə yazıldığı və onu dəyişmək mümkün olmadığını bir neçə faktlardan var. Onlardan biri də nəzərə alsaq 11 sentyabr. Və orada o terror aktında nə qədər insanlar həlak olub. Amma kimsə işə gecikərkən həyatını xilas edə bildi. Və yaxud həmin vaxtı kimsə evdə işığı yanlı saxlayarkən qayıtmış evə və o işığı söndürmüş, təkrar dönmüş və işdə tıxacda qalmış və s. və ilahir. Onu bizim məntiqi düşüncəmiz eləmədi. Onu sadəcə olaraq həyat şəraiti ilə yaratdı ki, o indən sonra da yaşasın və həyatını davam eləsin. Bu, onun qismətidir. Və belə misallar çoxdur. Səhər biz dəfələrlə xəbərlərdə eşidirik ki, avtonəqliyyat hadisələri baş verir, ölüm hadisələri baş verir. Gəlin düşünək,
səhər həmin şəxs evdən çıxarkən o taleyini dəyişə bilərdimi? Təbii ki, yox. O sükan arxasına əyləşib iş başına gedərkən həyatı belə gətirib ki, vəfat edir həmin şəxs. O nə edə bilsin, o nə tər taleyini dəyişsin. Ona görə də mən düşünürəm ki, biz hamımız Tanrının əmri ilə gəlirik bu dünyaya. Bizim hər birimizin bir missiyamız var və o missiyanı həyata keçirmək üçün gəlirik və o missiya başa çatarkən biz təbii ki, bu həyatı tərk edirik. Ona görə də mənim düşüncəmlə, bəli, müəyyən hissədə biz nəyəsə təsir edə bilərik, amma böyük əksəriyyəti 99%-ını bu Tanrının gücündədir, Tanrının səlahiyyətindədir. Və hətta müqəddəs kitablarda əgər yazılırsa, ağacdan bir yarpaq belə Allahın izni olmadan tərpənə bilməzsə, biz Tanrının izni olmadan nə tər hərəkət edə bilərik? Bu mənim düşüncəmdir. Mən təbii ki, dini alimlərdən üzr istəyirəm, onlar daha da yaxşı bilir. Amma çox qəribə bir bağlılığınız var. Yəni çox qəribə bir bağlılığınız var və hətta çox güclü bir bağlılığınız var. Bunu hiss eləmək mümkündür. Təbii ki, bağlılıq vacibdir. Bağlılıq insan inanmalıdır. İnsanın inamı itdikcə insanın həyat mənası itir. Çünki həyatda insan inanaraq hərəkət etməlidir. Bəzən biz eşidirik ki, mən artıq heç kəsə inanmıram. Mən yaşa dolduqca heç kəsə inanmıram. Bu çox yanlış yanaşmadır. Çünki həyatda əgər hər hansı bir bizim qarşımıza hər hansı bir xəyanətkar və yaxud hər hansı bir bizim qəlbimizə toxunan, həm müsbət mənada, həm mənfi mənada toxunan bir şəxs, bu bizim həyatımızın sınaq hissəsidir və onlar olmasa biz güclənmərik. Tanrı bizə bəzən sual verirlər ki, niyə bu qədər sınaqlar Tanrı bizə verir? Ona görə verir ki, biz daha güclü olaq. Biz hər şeyi xamar keçməyini görsək, hər şeyi zərif görsək, hər şeyi stabil görsək, biz necə həyatın keşməkeşini görə bilərik? Biz necə güclənə bilərik? Və hər bir baş verən hadisə bizi əslində daha da möhkəm etmək üçün baş verir. Bir çox hallarda eşidirik ki, insanlara nifrət eləyirəm. Yəni, belə eşidirsiniz də yəqin ki, sizin də hətta bir dəfə yazınız var idi. Çörək itirənlərlə bağlı, səhv etmirəmsə, bir yazı paylaşmışdınız. Yəni, insanlarla necə bağlılığı qırmaq mümkündürmü? Yəni, hər şeyə rəğmən bu dünyada olan insanları bütün xəyanətə, bütün haqsızlığa rəğmən, yəni sevgisiz yaşamaq mümkün deyil və o insanları sevməmək mümkün deyil. Mən öz şəxsim adına söyləyirəm ki, mən bütün hər şeyə rəğmən insanları sevirəm. Amma sevməyən insanlar da var. Yəni, bu bağlılığı qırmaq mümkündürmü sizcə? Siz qeyd elədiniz mənim yazımı. Bu yazıda əslində çörək verən insana nifrət bəsləmirəm. Orada nifrət hissi qeyd olunmuyor o yazıda. O sizin yazınızda belə yazılmışdı deyə deyil. Siz də çörək itirənlərlə bağlı bir yazı paylaşmışdınız. Bu təbii haldır. Bəli. Çörək itirən insan, xəyanətkar insan. Əgər mən bu günləri Azərbaycan dövlətinin çörəyini yeyirəmsə, əgər mən Azərbaycan torpağının suyunu içirəmsə, mən necə xəyanət edə bilərəm? Gəlin bundan başlayaq. Əgər öz vətəninə sevgi olmayan insan, öz dostuna, öz ətrafına, öz kollektivinə sevgi bəslənməyən insan, təbii ki, onu qırıb atmırsan, sadəcə olaraq onu Tanrının xatirinə bağışlayırsan və yaddaşında saxlayırsan ki, bu insan buna qadirdir. Amma mən də düşünürəm ki, hansı qırıb atmaq yox,
hansı kriteriya uyğundur bu şəxs və hara qədər onun etdiyi əməl bağışlanılası və yaxud da bağışlanmalı deyil. Biz nə karə Tanrı bağışlayan olsun, biz sadəcə olaraq Tanrıya xatir onu buraxırıq, amma unutmuruq. Mənim anamın bir sözü var idi, deyirdi, həmişə çalış bağışla, çünki Allah bağışlayandır, Tanrı bağışlayandır. Amma heç vaxt unutma. Ona görə də biz kəsib atmırıq, sadəcə olaraq həmin şəxsləri özümüzdən kənarlaşdırırıq. Amma var bağışlamadığınız insan, eləmi? Varmı? Bağışlamadığım insan yoxdur. Mən bağışlanmaq kimi şansım yoxdur. Bəli. Sadəcə olaraq mən onu bağışlayıram, daxilimdə bağışlayıram, amma unutmuram. Allah əgər bizim günahlarımıza rəğmən bizi bağışlayırsa, biz də təbii ki, başqalarını bağışlamamaq kimi bir şansımız yoxdur. Təbii ki. Çox sağ olun, təşəkkür edirik studiyamıza gəldiyiniz üçün və təşəkkür edirik bizi izlədiyiniz üçün əziz və dəyərli izləyicilər. Gələn həftə qarşınızda olmağı diləyirik. Hələlik. Geriyə baxanda Günay Firudin qızı ilə.